Əziz və həkim rəhbərimiz buyurur, xanım Zeynəb salamullah əleyha göstərdi ki, qadın müdriklik və tədbir baxımından uca bir zirvə ola bilər. Xanımın Aşura günündə və əsirlik dövründə göstərdiyi davranışlar həqiqətən də heyrət edicidir. Xanım göstərdi ki, qadın böyük bir səbr və dözüm okeanı ola bilər. Xanımın övladları, qardaşı, balaları gözünün önündə başları bədənindən ayrıldı. Amma xanım Zeynəb salamullah əleyha böyük bir səbr göstərdi. Bu müsibətlərin içində özünü itirmədi. İmamın haqq bayrağını əlində saxladı. Xanım Zeynəb salamullah əleyha təhqirlər qarşısında səbr etdi, müqavimət göstərdi. Bu təhqirlər qarşısında sınmadı. Kufədə İbn Ziyad lənətullah xanıma deyir, gördün nə oldu, gördünüz məğlub oldunuz. Xanım bu sözlərin müqabilində buyurur, "Ma rəaytu illa cəmila." Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Bu sözlər xanımın əzəmətinin göstəricisidir. Xanım Zeynəb salamullah əleyha təkəbbürlü, məğrur, zalım və qançən Yezidə onun hiyləli sözlərinin müqabilində buyurur, "Nə edə bilirsən et, Allaha and olsun ki, sən bizim xatirəmizi insanların zehnindən silə bilməyəcəksən." 4 aydan çoxdur ki, zalimin zindanda İmam Hüseyn əleyhissalama ehsan və fələstinə dəstək verdikləri üçün zalim hakimin polisləri tərəfindən təhqir olunan və həbs olunan xanımlara bəzilər deyirlər, "Xanımsan otur evində." Bu sözləri deyənlər xanım Zeynəbin yolunun ziddinə addım atırlar. Xanım Zeynəb salamullah əleyha İmam Hüseyn əleyhissalamdan sonra evində oturmadı. Xanım Zeynəb salamullah əleyha İmam Hüseyn əleyhissalamın bayrağını əlinə aldı və icazə vermədi ki, Yezid lənətullah İmam Hüseyn əleyhissalamın haqq qiyamını təhrif etsin. Xanım Zeynəb salamullah əleyha ağır məsuliyyətlər qarşısında səbr etdi. Mübarizə apardı, haqqı təbyin etdi, haqqı insanlar üçün aydınlaşdırdı. Aşura günü yaxınlaşır, xanım görür düşmən ordusu günü-gündən artır. Amma imama qoşulan yoxdur. Hətta bəziləri imamdan ayrılırdılar. Görürlər uzaqdan bir qaraltı gəlir. Xanım imamdan soruşur ki, bunlar kimlərdir? İmam buyurur, Həbib ilə Müslim İbn Ovsəcə. Xanım çox sevinir. Həbibin gəlişi İmam Əli əleyhissalamın qızının qəlbini şad edir. Müsibətlər anasının qəlbini şad edir. Xanım imama buyurur, mənim salamımı Həbibə çatdır. İmam xanımın salamını Həbibə deyir. Həbib dizlərini yerə qoyur, torpağı başına səpir və deyir, mən kiməm ki, Əlinin qızı mənə salam desin. Kərbəla hadisəsindən sonra Əhl-i-Beyt əsirlikdən qurtarır, Mədinəyə gəlirlər. Xanım Ümmülbənin xanım Zeynəb salamullah əleyhanın görüşünə gəlir. Salamdan sonra xanım Ümmülbənin xanım Zeynəbə deyir, Zeynəbim, niyə bu qədər qocalmısan, saçların niyə bu qədər ağarıb? Xanım Zeynəb buyurur, anacan müsibətlər məni qocaltdı. Xanım Zeynəb salamullah əleyha axır anlarında həyat yoldaşı Abdullaha buyurur, mənim yerimi günəşin altına sər. Çünki Hüseynim günəşin altında can verdi. İstəyirəm mən də Hüseynim kimi günəşin altında can verən. Xanım Zeynəb salamullah əleyhanın gözü yolda idi ki, bu sözü yeri var deyək. Xanım Zeynəbin dilindən gözü yoldayam, hanı bir gələn, ölürəm Həsən, ölürəm Hüseyn. Bacıcan mənə gətirin kəfən, ölürəm Həsən, ölürəm Hüseyn.